Salamlar dostlar, videoya xoş gəldiniz. Bugünkü gündə də saldırılarımızın davamını gətirəcəyik. İlk saldırımıza keçək onda. Belə bir köy gəldi. Belə nasıl 15-dən birbaşa 17-yə keçib, mənim belə dediyim kimi. Elə hər şey vaxt daşıdardı. Bunlar bir səviyyədilər. Oradan saldırmalıyam. Mənə roket mızraq lazımdır. Beləncə doğru düzgün saldıramıram. Tesla falan çıxmadığı müddətcə problem yoxdur. Hara getdi? Ora gedəcəyini heç düşünməmişdim. Çox hasar yedik. Ölmədi. İçəri girin. O hissəni alarlar özləri tək başlarına. Bütün orduyu saldım. İlerleyir. Şampiyon öldü. Hələ ki özəllik basmayacağım. Çünki ehtiyac yoxsa da basmayayım. Usta bura çərəz düzəndi. Təmizlik hasarları. Özəllik. Barbar kralın. Yine buradan 3 gəldi. Bu da bəxtimiz gətirdi. 3 gəldi. Dünənki kimi olmaz inşallah. Dünən çox eksiydik. Buradan çox rahat 3 ulduz gəldi. Aha. Deməli, bu köy də elə də çətin bir köy deyil. Vallahi aslında çox da çətin bir şey deyil, hə. Elə eləyim ki, monolitə tərəf gedim şampiyonla bu hissədən. İnşallah alınsa. Şampiyon xahiş edirəm oradan fırlayıram. Hə. Tesla falan çıxmadığı müddətcə problem olmayacaq. Ona görə bizə roket mızraq lazımdır. Elmas yığıb bir dənə roket mızraq almalıyam. Belə deyə vurdu. Tək boynuzlu at öləcək deyəsən öldü hətta. Büyücüləri ala bilərdim əslində. Neynək alamadı, amma problem yoxdur. Buradan ataq da onda. Şampiyon da qoyacam indi. Kraliçə öldü. Kraliçə ölməyə biraz pis oldu. Yəni şifacıları bu tərəfə gəldi. Özəllik basıram. Onu sarmaşdırdım. Ordu mərkəzdən irəliləsin. Aha. Bir dənə öfkə atmalıyam. Ordu biraz da irəliləsin. Hatta indi atın. Özəllik bas, barbar kralım. Çox gözlətmirəm. Şampiyon ölüb, yox. Şampiyon yaşayır, amma indi öləcək. Şampiyon tez bastım. Ulduz gəlmədi deyəsən. Burada 2 dənə sarmaşdırma lazım idi.
78%, 25 kupa. Pis oldu bu, pis oldu. Dünənki saldırılar pis keçmişdi. Eksi 25 oradan geldi. Neynək, neynək. Nə qayırım onda. Sarmaşıq alım bir dənə. Bu səfər belə saldırım. Çift sarmaşığını. Ay, bura biraz problemlidir. Keçən dəfə fail olduğum düzənə oxşayır. Ona görə biraz diqqətli saldırmalıyım. Roket mızraqsız olmur. Ateş atarlar bir yana baxdığına görə bu tərəfdən saldırmaq daha yaxşı olar. Ona görə də buradan şampiyonu yürüdəcəm. Tesla falan çıxacaq yəqin ki yenə. Yox, buradan çıxmadı. Çıxdı. Şampiyon, sakin ol. Yanlış yeri bağladım. Al, qəşəng. Çox gözəl oradan verim ala bildim. At buradan hər şeyi. Bekka çıxdığı kimi də bas. Buradan da yavaş yavaş orduyu sal getsin. Oraya getməməlidir ordu. Yavaş yavaş. İndi basın çünkü odaklandı şey. O görünməzliyi niyə elə gec aktif oldu? Çox qəribə deyil. Çox gec belə aktif oldu. Ora təzədən sarmaşdırdım. Barbar kralı basıram. Barbar kralın üzəri qəşəng xoşuma gəldi. Bir kahraman falan yoxdur ki, buradan kəllə alsın atıram təmizlik olaraq. Sağ tərəfə də bir dənə barbar atım. Şampiyonum falan da yaşayır. Buradan 3 gəldi. 3 gəldi. Şampiyona can bassalar qəşəng olacaq. Hansı da aldı oranı, yəni o almama ehtimalı yoxdur. Kəllə avcısını arada bir atmağı unuturam. Amma atmaq yadıma düşəndə də bəzən lazım olur. Qəribə bir şeydir. Problemli düzəndi, problemli. Bu ortada görünməzlik aktif olduğu zaman Barbar kral buradan belə irəliləsə, sonra özəllik bassam çox qəşəng olacaq. Onda buradan alın oranı. Alamadınız, geri zekalılar. Of, çox hasar yedik. Özəllik basıram. Tez halletsin oranı. Bir də dostlar, əvvəlki videoda mənə çox dəstək oldunuz. Çox təşəkkürlər eləyirəm. Minnətdarlığımı bildirirəm. Dirək çəkərdim. Kraliçə oradan yavaş-yavaş təmizlik eləsin. Bekka oradan tək başına getməzdi gərək, heyf oldu. Yavaş-yavaş orduyu bıraxıram. Kraliçəni alarlar, kəllə avcısına ehtiyac yoxdur. Krala falan məsələn ehtiyac olur, bir də minyon prensə. Barbar kral oradan gedəcək, çox pis oldu. Geri dönə bilər əslində. Geri döndü. Buranı sarmaşdırıram. Aslında 2 dənə sarmaşdırmamız var. Barbar kral çöllə getdi. Neynək. İçəridə kraliçəmiz falan var. Bir şey olmaz.
Söyməyəcəm bu dəfə kralı. Çox kral adamdır da güya. Bura təzədən sarmaşdırıram. Barbar kralından qardan anlamağa çalışıram. Barbar kralı bugün nəsə olub? Bütün özəllikləri bas getsin. Ortada nə qaracıq mən də bilmirəm. Ortada başımıza daş düşəcək. Monolit cəhənnəm kulesi, çoxlular falan var. Ortaya nə qaracıq həqiqətən? Bir şeylər at oyalansın. Bəlkə də aldım. Allah. Heç gəlmədi deyəsən. Barbar kralın ankası var hələ. Üstündə 3 ulduz yazır o. Nədir elə? Kraliçə hanı? Kraliçə. Kraliçə öldü. O görünməzlik aktif olmadan mən şeylədim deyə problem oldu. 97%. Çox qəşəng gəlmişdi amma heyf oldu. Görünməzlik aktif olmadan gərək sarmaşdırmazdım. Ona görə elə oldu. Deməli, burada da yeni taktik eləyəcəm. Monoliti almalıyam. Amma yox. Öfkə tərəfləri də şey eləmək istəyirəm. Təmizləmək istəyirəm. Anlayamazsınız dərdimi. Neymiş, buradan girəcəm. Normalda monolitə gedərdim, amma bu dəfə belə olsun da. Bu dəfə də farklı olsun. Dinamit var. Hayır, adıma sıçtım. Kara geceler üzerime titreyen Fikrim başqa yerdə qaldı. Fikrim başqa yerdə qaldı. Of. Şampiyonsuz da getməz ki. Barbar kral hara gedirsən? Kraliçəyə görə kəllə avcısı atdım. Alanmadılar. Aferin. Barbar kral yenə getdi divarlara taxıldı. Neymiş, şifacılar tez-tez can bassın deyə attım oraya öfkə. Of barbar kral, of. Lige salacağım hemen işdir. Tekliymiş o. Böyle ne geldi vurdu. 22 kupa. Son 3 saldırımız pis getdi.
Ay Allah, niyə belə düzənlər mənə gəldi? Allah. Biraz buradan atsam yeter olur. Ora getmə, ora getmə. Ha, çəkənmədi, nə oldu? Çox qəribə hərəkətlər edir şampiyon, atmayacam içinə. Nə baş verdi orada? Buradan atsam partlayar ora. Yox. Yine buz qalemi var. Haydi davay Allah. Getdiyi bir ortaya yine. Kanca oyunun dengesini pozub diye. Basıram özellik. Olsun. Barbar Kral çok qəşəng hareketler ediyor. Bizim hələ çox ordumuz var. Yine bir şey olmaz. 3 gələ bilər. Çoxlunu. Of, kazısı çox qəşəngdir də heyvanlardan. Kazısı həqiqətən çox qəşəngdir. Dondurur falan o. Sərsəmlədir. Şampiyon da oraları alar inşallah. Gəldi 3 gəldi. Bu ordunun mekaniğini anlamaq biraz çətindir, çox çətindir. Koridor açmaq lazımdır ki, ordu düzgün irəliləsin. Sezon bitdi. Sezon bitdi ki, kraliçaya kostüm gəlib. Qəşəng kostümdür. Sezon alaram. 6 dollar. Pis dəyəcək. Burada əslində gedəcək. Sarılaşdırma burada 2 dəfə yaxşı olacaq. Burada bir dənə problem var ki, orada çox pis dağılacaq da, sağa sola bax hələ divarlara görə. Məsələn, Barbar Kral uçub gedəcək öz kefində. Hardan girməyəm? Zehirləri alım da onda. Attı da zəhirin, gecikdi. Büyük kuleleri çok problemli şeydi. Tek boynuzlu at öldü. Pis oldu. Al onu. Aferin. Buz golemine odaklandılar. Geçey. Buradan yavaş yavaş orduyu salıram. Barbar Kral yine sağa sola gideceği. Bu hissəni. Aldılar. Şampiyon da atılmaya çok geciktirdim şampiyonu.
Neyini özellik bas. Barbar kralda bas. Temizlik için lazım arkadaşlar. Burada battım bir tane. Buranın nətər olacaq. Şampiyon da yoxdur. Üç ulduz gəlmədi yəqin ki. Burada çoxlular da var. Yəni burada sekund topu aldıq. Barbar kral yaşayır. Hayda. Elektron canına baxıyor. Helal olsun. Aldı X-yə. Kral öldü ki. Mənim kral oranı rahat alıb gələcək aşağı. Aldı. Nəsə geri çağırım 30 kupa. Orada şampiyon çölə getdi falan. Ona görə orada qayıdı da əməlli başdı. Yəni belediyəni sarmaşdıracağam. Görünməzlik aktif olan kimi. Aktif olsa da dayı. Oradan girərəm. Oradan girəm. Neyse bu hissəni təmizləyim də. Şampiyon özelliği tez basacağım. Üstə getməlisən şey, hə? Amma alt qaldı ki. Hə, qəşəng. Onu da al. Çox gözləsiydim. O oxçu kulesini almağa görə. Şey ola bilərdi. Tek boynuzlu at ola bilərdi. Elektron attım oradan. Oradan da buradan sal getsin yenə. Şampiyonu at. İndi at. O yüzden oxçu kraliçalar inşallah. Büyücülər falan da var, kömək edir. Barbar kral taxıldı. Özellik basıram onda. Öfkəni də bas. Buranı da sarmaşdır. Sağa sola təmizləyim ondan sonra. Şampiyonu alırlar ki. Alamırlar. Aldılar. Barbar kral hələ də yaşayır. Bir dənə sarmaşdırmamız var. O sarmaşdırmağı düzgün atmalıyım. Bu hissəni. Özellik bas. Yəni, barbar kral qayıdacaq o görünməzliyi bitəndə. 3 gəldi yəqin ki. Çomaq eləyək ki. Kazıcı sağ olsun. Bax, yenə kazıcını tərifləyəcəm. Tekli var Hiç gəlməyərdilər. Tez olun biraz. Xahiş olunur. Orada sürətli hərəkət elə. O teklidən çox narahatım. Tek boyuncuya taxıldı qəşəng. Kazıcımız yaşayır. Hə, yaşayır. Aldıq. Kazıcı sərsəmlə. Onu. Barbar.
Kar yağınca bir hevesle uğradım geçerken, yaşlı başlı sokakların bakışlarından öyle dert oldu, öyle hayret ettim. Ağzı veda kokan bu evler 40'lı yaşlarında. Hay Allah. ...260. Geçen dəfə 245 idi. Niye böyle oldu ya?